Ən birinci diqqət edəcəyimiz sağlamlığımızdakı şey bizim yuxu sistemimizdir. Qidadan da öncə, fiziki aktivlikdən də öncə. Sizin saat gecə 10-dan etibarən gecə 2-yə 3-ə qədər keçirdiyiniz qaranlıq və yuxu halındakı rejiminiz bədəniniz üçün özünü təmir etdiyi bir rejim, bir saatdır. Gecə 3-dən 4-dən sonra yatırsınızsa, yəni gecə çalışan bir insansınızsa, bu təmir saatını qaçırırsınız bir mənalı olaraq. Yəni o onu ertələyib sonrası eləmir. Bu saatda olunmalı idi və siz o saatı qaçırdınız. Bunu tutdura bilmədiyiniz müddətcə dünyanın ən sağlam qidasını da yesəniz, ən gözəl idmanlarını da eləsəniz, tam bir sağlam bədənə qovuşmuş olmayacaqsınız. Ona görə saat 10-dan bəlkə doğrudan da günümüzdə çox da hər kəsdə alınmayacaq bir şeydir yatmaq, amma ən azından 12-dən sonra gecə 2-yə 3-ə qədər yuxu halında olmağımız günlük hormonal sistemimizin inkişafı, davamı üçün çox vacibdir. Hətta bizim aclığımız üçün belə çox vacibdir. Yəni gün içərisindəki toxluq hormonumuzun yetərli ifraz olunması üçün belə çox önəmli bir nüansdır.